Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizdə bir dənə bağ evi çəkirəm. Köhnə tikili, şəxsi tikili, 15 sotun içərisində cürəbəcür meyvə ağacları, dənizə yaxın bir ərazi yerləşir. Demək, Murad Market var Novxanda. Ondan aşağı düşürsən 16 sayılı marşrut düz evin yanından keçir. Bu bağ evin yanından keçir. Bax, dəmir darvazası o. Maşın həyətinə daxil olmaq üçün. Baba, geniş, böyük yolu da var. Bu bağ, baba, buradan düz, ta ki bu nar ağaclardan düz, baba, düz bu evin düz üstüne aparır bizi. Bu 15 sotun içərisində tikili bu evimiz. Torpağın çıxarışı var. Yaşayış məntəqəsi. Torpağın çıxarışı var. Qeyd edim deyim biləsiniz. Bu evimiz təmiri köhnə olmağına baxmayaraq dədə baba tikili evdir. Qeyd edim deyim biləsiniz. Çox gözəl yerdə yerləşir. Dənizdəki buradan bax görsənir. Baxın, bu da marşrut. Bu da marşrut. Marşrut da göstərirəm sizə. Tam ətraflı baxın. Bu da marşrut, gördüğünüz kimi marşrut da birbaşa evin düz yanından keçir hörmətli izləyicilər və qeyd edim deyim. Bu aşağı ərazi, bir də bu dam. O darvazanın böyrünə bax, qapı oradan qoyub, burada əlavə qapı qoyub buradan giriş eləmək olar gördüğünüz kimi. Marşrut keçdi. Düz Sumqayıtdan gələn marşrut gəlib buradan keçir. Dəmir yol vağzalı stansiyasına yaxın belə bir ərazidə bu evimiz satışda hörmətli izləyicilər. 15 sotun içərisində marşrut düz evin yanından keçən bağ evimiz, həyətində cürəbəcür ağaclar. Ondan sonra canım sizə desin. Bu pilləkənlə qalxaq yuxarı. Salam aleyküm qardaş. Telefonla danışır qardaşımız, başı qarşıdır. Burada da toyuq düzə saxlamaq üçün yeridir. İkinci mərtəbəyə qalxdıq. Necəsiz? Salam verdim, eşitmədin. Telefonla bilirlər müştərilərindir, çox yığır səni, dayanmır. Allah müştərilərimi bol eləsin qardaşım. Gəlmirsən 12 sot bağ çəkməyə. Sən də deyəsən, hə? Zəng elədi ki, bəlkə çəkməyim, müştəri var, gəlsin, promo versin, alsın. Çünki belə deyək, ev heç nədir, ev sayılmır. Torpaq, elə bir torpağı satır, bu evdə hədiyyədir. Hə də ev üstünə hədiyyə, düz deyirsən. Keçən evimizə, evimizin yuxarı mərtəbədə. Bura hamam otağıdır, hazırdır, təmirlidir. Belə bir otaqları var gördüğünüz kimi. Yuxarı mərtəbə. Buradan da birinci mərtəbə qalxmaq, düşmək üçün pilləkənidir. Buradan eyvanla da çıxış var. Eyvanla da çıxacam, çəkəcəm, göstərəcəm sizə. Birbaşa sizə tam olaraq çəkim nəyə göstərirəm? Stansiya. Dəmir yol stansiyası görürsünüzmü? Dəmir yol dayanacaq, sürət qatarı dayanacaq stansiyası. O gördüğünüz şose Sumqayıt, Novxanı dəniz qırağına gedən şosedir. Gördünüz, maşınlar işləyir. Dəmir yol dayanacağına yaxın bu bağımız satışdadır. Aşağıda evi də çəkib göstərəcəm, gedəyin. Birinci mərtəbədə bu evimiz. Hörmətli izləyicilər, bura hamam otağıdır. Bura evimizin əlavə. Baxın, belə bir ərazisi var. Evin arxasında da burada əlavə torpağı var. Dediyim kimi, evimiz çox gözəl yerdə yerləşir. Əla bir yerdə yerləşir. Burada da hamam ayaq yolsu əlavə. Evimiz köhnə təmirlidir. Hörmətli izləyicilər, qeyd edim deyin ki, yəni elə bir torpağı alırsınız da 15 sot havayı verir. Qiymətini deyirəm. Bilirəm. Deyirsiniz qiymət nə oldu? 150.000 manat. Çıxarışdı, kupçalı. Bura bir geniş qonaq otağı kimidir. Burada əlavə bir otağımızdır. Sonra canım sizə desin, burada da bir dənə otağımızdır, yataq otağımızdır. Burada da həmçinin bir yataq otağımızdır. Təmirsiz deyəndə emulsiyalı divarları, yəni köhnə təmirlidir. Burada həmçinin bir dənə də otağımız buradadır. Bir dənə mətbəximiz buradadır. Buradakı əlavə qladovkadır. Buradan da ikinci mərtəbə qalxmaq üçün pilləkən qapısıdır. Bu evimiz satışdadır. 15 sotun içərisində 150.000 manata kim istəsə evlə də dəyişirik. Yəni şəhərdən bina evinə də dəyişirik. 150.000 manata bu bağa sahib olmaq istəsə 055 555 1039 nömrəmə əlaqə saxlayın. Sağ olun, sağ olun.